Dostlar, xoş gördük. Bu gün çox təcili formada şəhərin mərkəzi, sakinlərin rahatlığı üçün, komfortlu yaşaması üçün gördüyü işlərlə fərqlənən həmin o kompleksdə kupçalı 3 otağa düzəlmə mənzil satılır. Elə bir qiymət təyin olunub ki, bugünkü gündə ev sahibi gözləmək istəmir. Məqsəd bu yaxın günlərdə satmaqdır. Gəlin tanış olaq mənzillə. Qarşıda gördüyümüz bu qapı əsas giriş qapısıdır. Əsas qapıdan çəkilişə başladım ki, hər şey aydın şəkildə bəlli olsun bizə. Baxın, əsas qapıdır. Əsas qapıdan evə daxil olduq, bizi dəhliz qarşılayır. Bütün otaqlar dəhliz vasitəsilə bölünür. Gəlin sağdan başlayaq bir-bir tanış olmağa. Burada evin zal, mətbəx, bahalı mətbəx mebeli yığılıb. Müəyyən şəraitlər var ki, bu mənzildə yaradılıb. Kombisi var, radiatorlar bağlanıb, tam təmirli. Baxın, eyvan sahəsidir. Eyvan sahəsinə qazın sayğacı kombi aparatı quraşdırılıb. Dəyərli dostlar, yerləşmə yeri bir daha qeyd edirəm, tam olaraq mərkəz. Bazar, park, bütün ictimai yaşayış obyektləri Xırdalan şəhərinin bir sözlə tam olaraq mərkəzidir. Burada digər yataq otağı, sağdan davam edirik dəyərli dostlar. Burada yataq otağı. Gəlin məlumat verim mənzil haqqında. 16 mərtəbəli binanın 13-cü mərtəbəsində yerləşir. 82 kvadrat metrdən ibarət 3 otağa düzəlmə bir mənzildir. Bugünkü gündə qiymət təyin olunub 122 min manat. Bəli, 122 min manat qiymət təyin olunub. Bugünkü gündə real alıcı gəlsin, ev sahibi ilə danışıq əsnasında qiyməti müzakirə edə bilər. Bir daha qeyd edirəm, Xırdalan şəhər Ekopark yaşayış kompleksində. Tam olaraq mərkəzdə, Xırdalan şəhərinin tam mərkəzində 16 mərtəbəli binanın 13-cü mərtəbəsi. 82 kvadrat metrdən ibarət 3 otağa düzəlmə mənzil. Qiymət 122 min manat. 2 sürətli lift, yeraltı parkinq, yerüstü parkinq, geniş həyətyanı sahəsi. Bunlar haqqında uzun-uzaq danışmağa ehtiyac yoxdur. Sanitar qovşaq, qaz, su, işıq, bütün kommunallar da binada fasiləsizdir. Qiymət 122 min manat. Xırdalan şəhər tam olaraq mərkəzdə. İpotekası hazır olan dostlarımız da bu mənzillə bağlı bizimlə əlaqə saxlaya bilər. Mənzil bundan ibarətdir. Ətraflı əlaqə saxlayın, sağ olun, salamat qalın.